Azərbaycan Memarlıq və İnşaat Universitetində 5-16 may tarixlərini əhatə edən Elmdə Addımlar tələbə elmi cəmiyyəti günləri çərçivəsində tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş Gələcəyin Qurucuları adlı yeni layihəyə start verilib. 13-15 may tarixlərini əhatə edən yeni layihə sənaye və universitet əməkdaşlığının bariz nümunəsi kimi çıxış edir. Bugün keçirilən sessiyalar öyrədici, maarifləndirici və praktik yönümlü tədbirlərlə yadda qalıb. Gündəlik proqram çərçivəsində aparıcı şirkətlərin nümayəndələri tələbələrlə görüşərək müasir tikinti materialları və texnologiyalar barədə ətraflı təqdimatlar ediblər. Davamı olaraq bu günlərim bizdə hakaton yarışı start verir. Hakaton 2 günlük 48 saat davam edəcək və Memarlıq İnşaat Universitetinin ixtisaslarına uyğun olaraq və bugünkü gün innovativ inşaat və memarlıq layihələrinin idarə edilməsində və startup layihələrinə çevrilməsində olan trend mövzuları, trend sahələri özündə əks etdirərək müxtəlif innovativ problemləri həll etmə istiqamətində bir yarış olacaq. Yarışın sonunda 3 nəfər mükafatlandırılacaq, 3 komanda mükafatlandırılacaq. Birinci yeri 2000 manat, ikinci yeri 1500 manat, üçüncü yeri 1000 manat qazanaraq inkubasiya proqramına giriş hüququ qazanacaqlar. Layihəmizin sonunda düşünürük ki, ölkəmizin innovativ ekosisteminə və məhz memarlıq inşaat sektoruna töhfə vermiş olacağıq. Universitetin həyətində təşkil olunan xüsusi yarış isə layihəyə əlavə rəng qatıb. İnşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən 40 tələbə bu yarışa qoşulub. Yarışda 8 komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Bu müsabiqə İstanbul Texniki Universitetində, hansına ki bizim ikili diplomumuz var. Həmin universitetdə hər il keçirilən bir müsabiqədir və 3 dəfə bizim tələbələr ardıcıl olaraq həm tələbə elmi cəmiyyətinin sədri, həm tələbələr, həm müəllimlərimizdən orada iştirak edənlər oldular və bu təcrübənin nəticəsi olaraq bunu bizim universitetə də gətirmək qərarına gəldik. Bilirsiniz ki, İstanbul Texniki Universitetində əsas istiqamətlərindən biri sırf deməli inşaat mühəndisliyi ilə bağlı olan istiqamətdir və bizim bu istiqamətdə çox yaxşı işbirliklərimiz var. Yəni ikili diplomumuzu zaten dedim. Bu təcrübəni biz də başladıq. İnşallah ki, uğurla davam edər və gələcəkdə bunu davam etdirərik. Komandalar inşaat və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar. Biz hal-hazırda küncüklə vururuq ki, hava keçib izolyasiyanı qaldırmasın. Bu prosesi davam etdiririk. Yəni, nə qədər müddətə yekunlaşdırmalısınız? Konkret bir vaxt varmı? Təqribən 15-20 dəqiqəyə belə görürük ki, yekunlaşdırarıq. 15-20 dəqiqəyə çatdıracaqsınız. Bəli, bəli. Daha da qısa ola bilər. Çox sağ olun, təşəkkürlər. Layihə gənclərə böyük biliklər qazandırmaqla yanaşı onların motivasiyasını da artırır. Zərintac Mayıs qızı, Təbriz Qoliyev, Heydər Həsənli, Misya TV.